Salam hər kəsə, hər birinizi xoş gördüm. Mən FES Akademinin kurikulum təlimçisi Hikmət Mirsalov. Bu videomuzda bugünkü tarixdə, yəni 14 iyul 2026-cı il MİQ imtahanında sırf informatika müəllimlərinə metodikadan düşmüş sualları sizə izah edəcəm hazırda. Başlayırıq birinci sualımızdan. Bu sual təlim üsulları haqqında olan bir sualdır. Müəllim şagirdlərə mövzunun əsas ideyasını müəyyənləşdirməyi tapşırır. Burada məqsəd mövzu ilə bağlı faktları təkrarlayaraq sadalamaq deyil, mövzunun əsas ideyasını qısa, yaradıcı və ümumiləşdirici şəkildə müəyyənləşdirməkdir. Şagirdlərin az sözlə mövzunun əsas ideyasını ifadə etməsi üçün müəllim hansı üsuldan istifadə etməlidir? Bilirsiniz ki, mövzunun, əsərin, hekayənin əsas ideyasını çıxarmaq üçün sadəcə bir üsulumuz var. Və bu üsulda da həqiqətən ümumiləşdirmə bacarıqları, az sözlə daha çox fikri ifadə edə bilmək, yəni fikrin lakonik ifadəsi bacarığı inkişaf eləyir. Bu da Sinqveyn üsuludur müəllimlər. Yəni burada məsələn az sözlə çox fikrin ifadə olunması sadəcə klaster üsulunda var. Amma klasterdə gedişat belə deyil. Yəni klasterdə bir mövzu seçilir, mövzu yazılır mərkəzdə və yaxud bir anlayış yazılır. Daha sonra siz həmin anlayışla bağlı əlaqəli olan sözləri ətrafını düzürsüz. Yəni burada isə deyir ki, mövzunun əsas ideyasını siz burada ifadə eləməlisiniz. Yəni bunun üçün də qısa, ümumiləşdirici şəkildə, yəni lakonik şəkildə Sinqveyni doldurmalısınız. Sinqveyn beşlik deməkdir. Baxın, belə bir üsuldur, 5 hissədən ibarətdir. Hansı ki, həmin o əsərdən götürülmüş bir ismi yazırsınız. Daha sonra ona uyğun olan, onu izah edən 2 sifət, sonra 3 fe'l, sonra 4 ədəd sözdən ibarət ya birləşmə, ya da ki cümlə və sonda yenə bir isimlə bunu bitirirsiniz və əsas ideyanı çıxarmış olursunuz. Birinci sualımızın cavabı olur A bəndi Sinqveyn üsulu. Növbəti sualımız bu haqda bir izah da paylaşmışdıq. Yenidən təkrar etmək istəyirəm. Güllərin gecə-gündüz suvarılması prosesini avtomatikləşdirmək üçün proqramlaşdırma dilindən istifadə edərək proqram tərtib edin. Verilmiş tapşırıq bulumun idrak taksonomiyasının hansı mərhələsinə uyğun gəlir? Burada da yaratmaqdan şübhələnməyə ehtiyac yoxdur. Çünki yəni biz hansısa prosesi avtomatikləşdirmək üçün hazır olan proqramlaşdırma dilindən istifadə edirəm. Yəni o var, mən onun əsasında proqram tərtib edirəm. Yəni bunun üçün sadəcə o dili bilmək, anlamaq bəs eləyir və mən proqramda onu tərtib edirəm, düzəldirəm, quraşdırıram. Ona görə bu tətbiq etmək mərhələsidir. Bilirsiniz ki, tətbiqdə tərtib etmək də var, açar söz kimi, qurmaq, quraşdırmaq da var. Yəni biz yeni bir iş görmürük ki, gedib bunu yaratmaq mərhələsi görək. Hazır informatikadan bildiyimiz bir proqramlaşdırma dilindən istifadə edəcəyik. Üçüncü sualımız, bu sualda informatika müəllimlərinə düşür, Bloom taksonomiyası haqqında olan bir sualdır bu da. Məsələnin həlli alqoritminin blok sxemini qurun və necə həll edildiyini izah edin. Tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə uyğun gəlir. İndi baxmayaraq ki, biz burada blok sxem qururuq, burada artıq tətbiq götürmək düz olmaz. Nəyə görə düz olmaz? Çünki mən bu blok sxemi nəyə görə qururam? Sizə izah eləmək üçün. Necə həll olunursa, indi onu izah edəcəm. Görürsünüz, həmişəki məntiqimiz, biz situasiyadan qərarımızı veririk, hansı mərhələ ola bilər və onu açar sözlərlə tutuşdururuq. Yəni, nə qədər ki, açar sözlər də varsa, biz onlardan istifadə etməliyik də, açar sözlər önəmli bir hissədir. Yəni, nə qədər ki, artıq Bloom taksonomiyasına dəyişiklik olsa da, daha önəmli olan situasiyanın özü olsa da, yenə açar sözlər unudulmamalıdır, tutuşdurmalısınız. Görürük ki, blok sxemi qurmaq səbəbimiz, bəli, izah etmək üçündür. Yəni, mənim burada əsas fəaliyyətim sizlərə bunu izah eləməkdir. Ona görə anlamaq mərhələsi olacaq, tətbiq götürməyə ehtiyac yoxdur. Növbəti sualımız belə bir sual da düşmüşdür. Müəllim şagirdlərə layihə üzrə iş tapşırığı verir. Şagirdlərdən biri isə bu tapşırığı fərdi işləmək istədiyini bildirir. Bu zaman müəllimin hansı yanaşması doğru olar? Baxın, yəni, bura qədər olan sınaqlarımızda da, izahlarımızda da mən bildirirəm ki, bu tipli problemlərdə, bu tipli situasiyalarda müəllimin hansı yanaşması doğru olar? Bərpa eləyən. Yəni, şagirdin problemi qalmasın. Mənimlə və yaxud mənim fənnimlə, mənim dərsimlə. Fərqi yoxdur. Yəni, bir müəllim bir problemi onlarla üsulla həll edə bilər. Amma bizə elə üsul lazımdır ki, bərpa eləsin, yaramızı tam sağaltsın.
Biri var ki, yaranı sadəcə sarıyırsan, biri də var ki, ona məlhəm sürüb sonra sarıyırsan. Hansı tez sağalar, hansı bərpa edən? Əlbəttə ki, ikinci versiya. İndi biz də buna bənzər bir iş görməliyik. Məsələn, A bəndində müəllim şagirdin istəyinin verilən tapşırığa zidd olduğunu vurğulamalıdır. Siz bunu eləyə bilərsiniz, amma şagirdin problemini həll eləmir axı. Şagirdin yenə fikri qalır ki, axı mən fərdi işləmək istəyirdim. Yəni zidd olduğunu onsuz da bilir bəlkə də. Yəni siz təkcə bunu vurğulamaqla siz bu məsələni bərpa eləmirsiniz. Yenə də şagirdin problemi qalır. Görürsüz? B bəndi müəllim şagirdin istəyini nəzərə alaraq ona fərdi tapşırıq verməlidir. Bu zamanda layihə işinin bütün mahiyyəti mənası itir də. Yəni təsəvvür edin ki, bütün sinif layihə işləyir. Mən bu şagirdə həmişə fərdi tapşırıq verirəm. Görürsüz, bu da şagirdə xeyir olan bir şey deyil və onun sosial bacarıqları kölgədə qalacaq axı. C bəndi müəllim qrupla işi ləğv edərək hər kəsə fərdi tapşırıqlar verməlidir. Yəni bir nəfərə görə bütün sistemi dəyişirəm, hər kəsə də fərdi tapşırıq verirəm. Ümumiyyətlə bu sinifdə əməkdaşlıq başlayır zəifləməyə. Görürsüz? Problemin həllindənsə problemi daha da böyüdən bir cavabdır. D bəndi müəllim şagirdə qrupla işin faydalarını izah edərək əməkdaşlıq və sosial bacarıqların gələcək karyerasına müsbət təsirini izah etməlidir. Bax gördünüz, yaramıza məlhəm olan, yəni ki, problemimizi hər tərəfli həll edən, bərpa edən cavab budur. Çünki mən ona qrup işinin faydalarını izah edəndə ki, sən gələcək karyeranda sosial bacarıqlara sahib olacaqsan, əməkdaşlığı rahat edə biləcəksən, bunun faydalarını bilən şagird artıq ürəkdən, yəni məcburiyyətlə deyil, öz istəyi ilə deyir ki, olar müəllim, verin mənə layihə üzrə iş, mən işləyim bunu yoldaşlarla. Cavabımız olur bu. Y bənd isə müəllim şagird xüsusiyyətlərini nəzərə alaraq layihəni fərdi işləməsinə şərait yaratmalıdır. Bu bənddə onsuz digər bəndlərimizdən heç geri qalmır, onlarla eyni məntiqdir. Yəni yenə də mən şagirdin istədiyini eləyirəm, amma şagirdə xeyirli bir şey eləmirəm. Əksinə zərər vurmuş oluram ki, o qrupla işin faydalarından tamamilə kənarda qalır. Gəldik növbəti sualımıza. Aşağıda verilən fikirlərdən hansı yanlışdır? Bu məntiqi təfəkkür mövzusu ilə bağlı bir sual idi. Daha çox məntiq xətalarından. A bəndi belədir ki, bəzən insanlar hörmətli bir şəxsin etdiklərini kör-köranə təhlil etmədən təkrar edirlər. Bu, məntiq xətası olduğu üçün yanlış nəticələrlə tamamlana bilər. Bəli, biz belə bir məntiq xətası keçmişik. Yəni burada özünü bənzətmək məntiq xətasına uyğun fikir var ki, mən bir kəsə hörmət edirəm, onu bəyənirəm və deyirəm ki, yəni mən ona hörmət edirəmsə, o yaxşı insandırsa, onun hər elədiyi doğrudur. Amma mən nə etməliyəm? Təhlil eləməliyəm ki, doğrudan da bəlkə səhv eləyib, bəlkə düz eləməyib. Görürsüz, yəni bu cür düşünmək, bu cür kör-köranə yanaşmaq yanlış nəticələrlə tamamlana bilər və siz məntiq xətasına yol vermiş ola bilərsiniz. Özünü bənzətmək məntiq xətasına. B bəndi qarşındakı şəxsin arqumentlərinin güclü olduğunu görəndə məsələni bilə-bilə başqa istiqamətə yönəltmək məntiq xətasına gətirib çıxarır. Bu biraz boş adamdan da uyğun gəlir və çox mənalı danışmaqda da qismən var. Yəni burada əsas məsələ odur ki, məntiqi təfəkkürə görə siz məntiq xətalarına yol verməməlisiniz. Bunun da səbəbi nədir? Zəif arqument gətirmək. Əgər siz güclü və əsaslı arqument gətirirsinizsə, bu doğrudur artıq. İndi qarşı tərəf güclü arqument gətirir, bizim də gücümüz çatmır, məsələni bilə-bilə başqa istiqamətə yönəldiriksə, əlbəttə ki, məntiq xətasıdır da. Yəni boş adamda da var bu, qarşı tərəfi üstəlməyə çalışırsan. Amma daha çox, yəni çox mənalı danışmaqda da var ki, mən söz oyunu oynayıram, vəziyyətdən çıxmağa çalışıram. C bəndi, hər hansı bir məsələ ilə bağlı fikir yürüdərkən zəif arqumentlər əsasında çıxarılan yanlış nəticə məntiq xətasına səbəb ola bilər. Bəli, arqumentim zəifdir də, məsələn, həddən artıq ümumiləşdirmədə. Məsələn, bir taksi sürücüsü mənə kobud davranır, deyirəm ki, bütün sürücülər belədir. Görürsünüz, zəif arqumentdir də, axı onun içində bir nəfər, 2 nəfər yaxşısı varsa belə, artıq mən xətaya yol verirəm ki, hamıya aid edirəm. D bəndi, şagirdə məntiq xətaları haqqında məlumat vermək lazımdır ki, fikirlərini əsaslandırmaq üçün arqument gətirəndə onların daha əsaslı və güclü olmasına diqqət yetirsin. Əlbəttə ki, yəni əsassız zəif mühakimədənsə güclü və əsaslı arqument gətirməyi bacarsan. Qalır Y bəndi, şagird məntiq xətaları haqqında məlumatlı olması qarşıdakının məntiq xətasına yol verdiyini müəyyənləşdirib, onun səhvlərini düzəltməsinə xidmət edir.
Müəllimlər, biz məntiqi təfəkkürdə belə bir şey danışmamışıq ki, məntiq xətalarının vəzifəsi bu deyil. Sən bunu biləsən ki, cəmaatdan səhv tutasan, onu da düzəldəsən. Xeyr, bu əksinə sənin özün üçündür. Yəni sən arqument gətirəndə əsassız, zəif mühakimədən istifadə eləməyəsən. Əksinə, güclü mühakimədən istifadə eləyəsən. Yəni burada əsas niyyət başqasının səhvini tapmaq, düzəltmək ola bilməz. Ona görə cavabımız olur Y variantı. Növbəti sual bu da təfəkkür mövzusundadır. İmtahanda olanlar bilər ki, belə sual düşüb həqiqətən də cədvələ əsasən uyğunsuzluğu tapın deyir. Biz də özümüzü itirmirik. Uyğunsuzluq dediyinə görə doğrunun altında yanlış, yanlışın altında doğrunu axtarırıq. Şagird problemin həllinə fərqli yanaşır. Mövcud həll yollarına əlavələr edir. Fərqli yanaşırsa, özündən əlavələr edirsə, yaradıcı təfəkkür olar da, düzdürmü? Amma burada məntiqi təfəkkür yazılır. Deməli elə səhv olan budur. Görürsünüz, doğrunun altında səhv axtarırıqsa biri götürürəm. Şagird əl yolunu dəyərləndirmək üçün meyar müəyyənləşdirir. Dəyərləndirmə, qiymət vermək bacarığı, meyarlar qoymaq tənqidi təfəkkürün açar sözləridir. Yaxşı bilirsiniz bunu, tənqidi təfəkkürdə danışmışıq. İndi bu düz olsa da götürmürəm də, çünki mənə uyğunsuzluq lazım idi axı. Keçirəm sağ tərəfə. Şagird ayrı-ayrı anlayışlar arasında əlaqə yaradaraq sistem qurursa, bu ayrı-ayrı konseptləri birləşdirmək və mövzunu kökündən həll eləmək, ona hər tərəfli yanaşmaq olduğu üçün burada elə sistemli düşünmə olmalıydı. Amma nə yazılıb? Analoji və tənqidi təfəkkür. Bu səhvdir. Səhvdir, səhvin altında gəlib deyə uyğunluqdur, götürmürəm. 4-də isə şagird iki anlayış arasında oxşar və fərqliliyi müəyyən edərək nəticə çıxarıb, onu tətbiq edir deyirsə, oxşar və fərqlilik həqiqətən də analoji düşünmədir. Çünki analoji düşünmə bərabərləşdirmədir, oxşarlığa yönələn bir düşüncədir. Düz olduğuna görə və səhvin altında gəldiyinə görə uyğunsuzluğu, daha doğrusu uyğunluluğu pozub uyğunsuzluq baş verib. 1 ilə 4 B variantı bizim cavabımız olur. Müəllimlər, hələlik bu qədər, amma hələlik bu qədər. Unutmayın, mütləq suallara baxın, görün ki, necə yazmısınız. Mən götürdüyümə uyğun götürmüsünüz. Mütləq videomuzu bəyənin, paylaşın, faydalı olsun, rəy yazın, fikirlərinizi yazın, sualınız varsa verin və mütləq kanalıma abunə olun və növbəti izahları gözləyin. Mütləq digər suallar haqqında da izahlarım olacaq. Bugünlük bu qədər, növbəti izahlarda görüşənədək.